300 çıxır aksiyona. Maşının gördüyünüz kimi önündə heç bir zədəsi yoxdur. 2017-ci illi maşın. 2 motorlu 139 min yürüyüşü var maşın. 25 min dirhəm start qiymətdən çıxır. Çox gözəl maşındır əziz dostlar. Önündə və sağında maşının zədəsi yoxdur. Arxası maşının zədəsiz. 4 matikli maşın. Və sol hissəsi maşının zədəsiz. Maşının sunrufu var. Asarsız daxil olma kör nöqtənin sensoru. Koca salon. Sineği idarə etməsi, elektron yaddaş paketinə, sineği qızdırıcı, bölmüşdür səs sistemi. Maşında heç bir ayrılıq açılmır əziz dostlar. Maşının vini baxa bilərsiniz. Kimsəsə əlaqə saxlasın, gözəl qiymətə maşını əldə edə bilərik. Əziz dostlar, belə bir gözəl Hyundai Palisade çıxır auksyona. Maşının gördüyünüz kimi sol hissəsində heç bir zədəsi yoxdur. 2020-ci ildə maşın gördüyünüz kimi maşına bir dənə lazımdır. Ön bufer fara lazımdır və çamurluq lazımdır maşına. 97 min yürüyüşü var, 30 min dirhəm start qiymətdən çıxır maşın. Sağ hissəsində bir də arxa qapısında belə bir zədəsi var. Gördüyünüz kimi əziz dostlar. Arxası maşının zədəsiz. Və sol hissəsi maşının zədəsiz. Açarsız daxil olma kör nöqtənin sensoru var maşında. Qara koca salon, silenan elektron idarəlunması, elektron əl-ələci, zolaq izləmə, məsafə saxlama. Gördüyünüz kimi əziz dostlar, silenan soyudu qızdırıcısı var. Maşında heç bir ayrılıq açılmayıbdır, sunrufu da var. Vininə baxa bilərsiniz. Kimsəsə əlaqə saxlasın, qəşəng qiymətə əldə edə bilərik əziz dostlar maşını. 2025-ci ilin Genesis G70 çıxır aksiyona. 32 min yürüyüşü var, 50 min dirhəm. Start qiymət 2.5 motorlu maşın. Deməli qabağında bufer dəyişiləcək. Buferin də xırda zədəsi var əziz dostlar. Sağ çamurluğunda belə bir zədəsi var. Və sağ qabaq qapısında gördüyünüz kimi əziz dostlar. Arxa krılosunda belə bir cızığı var, bufer krılosunda. Arxası maşının zədəsiz, maşın 4 çəkərdir gördüyünüz kimi. Və solu zədəsiz. Açarsız daxil olma kör nöqtənin sensoru var. Koca salon. Maşında heç bir ayrılıq açılmır əziz dostlar. Kim istəsə əlaqə saxlasın, gözəl qiymətə bu maşını əldə edə bilərik. Vininə baxa bilərsiniz. Buyurun, səylərinizi gözləyirik. 2017-ci ilin Mercedes C300 çıxır auksyona. 87 min yürüyüşü var maşının, 28 min dirhəm start qiymətdən. Deməli, əziz dostlar, qabaq buferin də xırda zədəsi var aşağı hissəsində. Bax, gördüyünüz kimi bufer qara plasması lazım olacaq. Qabağında maşının digər bir zədəsi yoxdur. Qaçdı fara ilə maşın. Sağı maşının zədəsiz. Arxası maşının zədəsiz. Solundan maşının zədəsi yoxdur. Böyük sunruflandı maşın, kör nöqtənin sensoru var. Silenan elektron idarəlunması yaddaş paketdə, sileyi qızdırıcı gördüyünüz kimi qara koca salon, qara tavan, bir dənə buranı addelini dəyişmək lazım olacaq. Maşının vini baxa bilərsiniz. İstəyən olsa əlaqə saxlasın əziz dostlar, gözəl qiymətdə bu maşını əldə edə bilərik. Buyurun əziz dostlar, zəhərinizi gözləyirik. 17-ci ilin əziz dostlar, belə bir gözəl Mercedes C300 kupesi çıxır gördüyünüz kimi. Maşın 2 qapıdır. Sol hissəsində və ön hissəsində maşının zədəsi yoxdur. Belə bir qaşlı fara ilə gördüyünüz kimi. Sağda maşının zədəsiz, yarasa güzgülər qoyulubdur. Karbon işləmə ilə gördüyünüz kimi. Arxası da maşının zədəsiz. Solda maşının zədəsiz. Böyük sunrufu var maşın, açarsız daxil olma, kör nöqtənin sensoru var. Belə bir möhtəşəm qırmızı salon əziz dostlar, çox gözəl salonu var maşının. Kim istəsə əlaqə saxlasın, bölmüşdür səs sistemi, silenan qızdırıcı, soyuducu, elektron idarəlunma yaddaş paketi ilə vininə baxa bilərsiniz. Möhtəşəm bir maşın əziz dostlar, gözəl qiymətdə bu maşını əldə edə bilərik. 21 Hyundai Palisade əziz ağalar, əziz dostlar, gözəl maşındır. 38 min yürüyüşü var, 35 min dirhəm start qiymətdən çıxır. Maşının sağında heç bir zədəsi yoxdur. Maşına bir dənə lazımdır qabaq bamper. Və əziz dostlar, far lazım olacaq maşına. Gördüyünüz kimi bakavinində, lanjironda ciddi bir zədəsi yoxdur. Sol hissəsində də maşının zədəsi yoxdur. Və arxası da maşının zədəsiz. Gördüyünüz kimi əziz dostlar, keçək maşının interyerinə. Rol dizayna bax asılıbdır. Zolaq izləmə var, elektron əl-ələci var. Əziz dostlar, çox gözəl qiymətə bu maşını əldə edə bilərik. Kim istəsə əlaqə saxlasın. Buyurun, buna maşının vini. Zəylərinizi gözləyirik. Dostlar, əziz ağalar, gördüyünüz kimi 2023-ün belə bir gözəl Lexus ES300-ü. Gördüyünüz kimi maşın ön hissədən heç bir zədəsi yoxdur. Sadəcə alt bur hissəsində elə belə yəni işləri var. Maşın 2 motordur.
37.000 maşının cəmi yürüyüşü var. Bu hissəsində də gördüyünüz kimi heç bir şey yoxdur. Maşının zədəsi sol hissəsindədir. Maşına lazımdır sol qapı, bir də krel. Təmir də oluna bilər əslində. Yox, krel dəyişilməlidir, qapı bir də dəyişilməlidir gördüyünüz kimi. Maşına gördüyünüz kimi 55.000 dirhəm start qiymətli 2023, 37.000 yol gedib maşın. Maşın gördüyünüz kimi arxa qapısında da iş görülməlidir. Gördüyünüz kimi maşının arxa hissəsi gördüyünüz kimi heç bir problemi yoxdur. Maşının sol hissəsi isə gördüyünüz kimi heç bir problemi yoxdur. Maşının açarsı daxil olma, kör nöqtənin sensoru. Belə bir salonu var. Maşının gördüyünüz kimi yəni Lexusun interyeri həqiqətən möhtəşəmdir. Gördüyünüz kimi maşının 2 dənə qabaq arxa oturacağın airbağı atıb, jaluzi airbağı atmayıb, yox. Belə bir interyeri var maşının gördüyünüz kimi, rol qızdırıcısı, oturacaqların sidilməsi, soyudulması, hər bir şey var. Maşının vini kimə lazım olarsa dostlar bizlə əlaqə saxlasın, bu gözəl maşını alaq, göndərək.